bir ağsaqqalın sözü yadıma düşür. Bir məmləkətdə bir insan öz qonşusuna yaxşılıq edir. Nə qədər yaxşılıq edirsə, o buna pislik edir. Axırda bunun çarəsini tapa bilmir, gedir ağsaqqalın, kəndin, məmləkətin ağsaqqalın yanına nə edeyim? Deyir, bax nə qədər mən ona yaxşılıq edirəm, o mənə pislik edir. Deyir, get bir də yaxşılıq elə. Yenə gedir yaxşılıq edir, yenə ona pislik edir həmən qonşu. Yenə gedir ağsaqqalına, ağsaqqal deyir ki, görsən o pisliyindən əl çəkmir. Sən niyə yaxşılığından əl çəkəsən? İndi biz həkimlər adi bir detallara, hansısa bir xəstə bizim haqqımızda mənfi fikir söyləməyinə baxa bilmərik. Bizim gördüyümüz o qədər ümdə, həyati, effektiv nəticələr var ki, biz ondan tutmalıyıq və daimi olaraq öz missiyamızı həyata keçirməliyik. Kənara baxmadan, kənar təsirləri aradan götürməklə irəliyə getməliyik. Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır. Sosial şəbəkələrdə qeyri-peşəkar şəxslərin və ya jurnalistlərin tibbi savada malik olmadan həkimlər haqqında rəy bildirməsi və hadisələri qiymətləndirmələri, belə halların ictimailəşdirilməsi hansı hallarda doğrudur və hüquqi baxımından necə tənzimlənə bilər? Çox pis yanaşıram. Bax, bu məsələ ciddi məsələlərdən birisidir. Mən çox təəssüf edirəm ki, nazirlikdə belə bir qurum yoxdur ki, buna senzura təşkil etsin və hansı insanlar, hansı həkimlər nə haqda danışa bilər metodikası uyğunlaşdırılmalıdır. Yəni, hər bir sahədə mütəxəssis olmayan ümumiyyətlə televiziya kanallarında çıxış etməsi mənim üçün çox qeyri-müəyyəndir. Amma işi bilən, mütəxəssis, ekspertlərin çıxış etməsi, xəstələri və insanları təbliğat etməsi, təşviqat etməsi, öyrətməsinin ancaq xeyri ola bilər. Qeyri-peşəkarların çıxması isə təbii ki, dövlət qurumları tərəfindən tənzim olunmalıdır. Ayrı bir burada variant görmürəm. Təbii ki, bizim bu işin içində olan həkimləri də bu mənfi təsir göstərir. Amma bizim eləcəyimiz bir şey yoxdur. Çünki biz kifayət qədər bunlara qarşı təpki göstərsək də müəyyən qurumlar bunlara hüquqi baxımdan nəzarət etməlidir.